Hər kəsə salam. Bugün natural ədədlər mövzusunun part 2-sini çəkirəm. Uşaqlar, bu videoda biz Əbu Bəkub haqqında danışacağıq. Onda başlayaq. Deməli, əvvəlcə qeyd etməliyik ki, sadə ədədlər və mürəkkəb ədədlər. Sadə ədədlər hansıları idi? Özünə və vahidə bölünən ədədlər idi. Bir dənə ədəd götürürəm, tutalım olsun bu 7. 7 nəyə bölünür? 7-yə bölünür, bir də vahidə, yəni 1-ə bölünür. O zaman bunun adı olur sadə ədəd. Və yaxud 11, 13. Bunlar da həmçinin sadədir, çünki özünə və vahidə bölünür. Mürəkkəb ədədlər. Mürəkkəb ədədləri isə 2-dən çox böləni var. Məsələn, deyək 12. 12-nin bölənləri hansılardır? 2-dir, 3-dür, 4-dür, 6, 12, hətta 1. Bax, görün, 2-dən çoxlu böləni olduğu üçün biz buna nə deyirik? Mürəkkəb ədəd deyirik. Və sair ola bilər. Məsələn, 20 ola bilər, 16 ola bilər. Bizim ən kiçik mürəkkəb ədədimiz olacaq 4. Ən kiçik sadə ədədimiz olacaq 2. Baxın, burada qeyd edirəm 2 və 4. 1 isə nə sadədir, nə də mürəkkəb. Səbəbi isə uşaqlar. Baxın, bu sadə ədəd olması üçün onun 2 dənə müxtəlif böləni olmalıdır. Bir özü, bir də vahid. Müxtəlif olmalıdır, ha. Amma birin bölənləri müxtəlif deyil. Birdir də, yəni eynidir. Ona görə biz bunu sadə qəbul eləmirik. Onsuz da mürəkkəb ola bilməz, çünki bölənləri çoxlu olmalıdır. Bu zaten mümkün deyil. Ona görə biz birə nə sadə, nə də mürəkkəb ədəd deyirik. Keçəyin mürəkkəb ədədin sadə vuruqları ayrılışına. Burada qeyd eləyək mürəkkəb ədədin sadə vuruqları ayrılışı. Uşaqlar bəzən burada nəyi qarışdırır? Bir dənə ədəd götürürəm, tutalım deyirəm 48. 48-i vuruqlara ayırırıq. Ən kiçik sadə ədədimizdən başlayaq. Məsələn, 2. Bölünürmü 2-yə? Bölünür. Qaldı 48-i 2-yə böldüm 24 dəfə. 24 2-yə bölünür 12 dəfə. 12 2-yə bölünür 6 dəfə. 6 2-yə 3, 3 də 3-ə 1. Nə edirlər uşaqlar? 48-i bölürlər 6-ya. Birinci başlayırlar 2-dən yox 6-dan. Axı sizə deyir, sadə vuruqlara ayrılışı. Yəni, bu 6 sadə vuruq deyil. Sizin buradakı vuruqlarınız hamısı sadə olmalıdır. Yəni, 48 sadə vuruqların hasili şəklində göstərilməlidir. Hansılardır? 2-dir. Bir dənə də 2. 2 və 3. Yəni, 48 bunların hasilidir. Burada bəzi anlayışlar var ki, onlardan da tanış olaq. Deməli, burada sadə vuruq anlayışı var. Sadə bölən, müxtəlif sadə vuruq, natural bölən və tam bölən. Bu anlayışlarla tanış olacaq bugün. Necə tapırıq? Əvvəlcə sadə vuruqdan başlayaq. Sadə vuruq deyəndə hamısını götürürsünüz. Mötərizdə yazıram hamısı. Yəni, nə görürsünüz götürün. 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə vuruğu var. Qabağından yazıram 5. Sadə bölən deyəndə və müxtəlif sadə vuruq deyəndə müxtəlifləri götürürsünüz. Bunlar sinonimdir də bir-biri ilə. Eyni şeyləri sayırsınız burada. Yəni, ikisində də müxtəlifləri götürürsünüz. Tutalım 2-dən 4 dənədir də uşaqlar. Birini götürsəz kifayətdir. 3-dən bir dənədirsə birini götürün elə. Deməli, 2 dənə müxtəlif sadə vuruq, 2 dənə də sadə böləni var imiş. Natural böləni bəs necə tapırıq? Natural bölən üçün qüvvət lazımdır bizə. Yəni, biz 48-i qüvvət şəklində göstərməliyik. 2-dən neçə dənədir? 4 dənədir. Yazıram 2-nin üstü 4. Vurağın. 3-dən neçə dənədir? 1 dənə. Bu qüvvəti də burada yazın. 1 dənə olduğu üçün onun üstünə 1 yazmalıyıq. Natural böləni tapmaq üçün o qüvvətləri, yəni təpədəkiləri, bax 4-lə 1-i. Hər birisini bir vahid artırın və vurun. 4-ü bir vahid artıranda alınır 5. 1-i də bir vahid artıranda alır 2. 5-i 2-yə vuranda 10. Deməli, bizim 10 dənə natural bölənimiz var. Tam böləni tapmaq üçün natural bölənin 2 mislidir. Yəni, əgər naturalı 10 tapdınsa, avtomatik tam bölən alınır 20. Bizim 20 dənə tam bölənimiz olmuş olacaq. Bu da belə. Burada bəzi misallar var ki, onlara gəlin baxağın. Misal nömrə 1. Siz də qeydlərinizi götürün uşaqlar. Bunlar hər birisi vacibdir. Deməli, belə bir ədəd götürək. N bərabərdir 36, vuraq 12, vuraq 5. Deyir ki, bu ədədin sadə vuruq sayını tapın. Uşaqlar nə edirlər? Götürürlər 36-nı 12-ə vururlar, hələ bir 5-ə vururlar. Yəni bizim vaxtımız bu qədər çox deyil.
Ona görə bunun üçün ən qısa yol nədir? N bərabərdir. 36-nı gəlin vuruqlara ayıraq. 36 nə deməkdir? Qıraqda yazıram. Bərabərdir. 2 vuraq, 2 vuraq, 3 vuraq, 3. 36-nın vuruqları budur. 12-nin vuruqları. 2 vuraq, 2 vuraq, 3. 5-in vuruqları da zaten bəllidir. 5 vuraq 1-dir də. Heç o 1-də yazmağa ehtiyac yoxdur. Sonra gəlin yazalım. 2 vuraq, 2 vuraq, 3 vuraq, 3. Nəyinə vəznə yazdım? 36-nın. 12-nin əvəzinə 2 vuraq, 2 vuraq, 3 yazaq. 5-in əvəzinə də elə özünü köçürdü. Çünki sadədir də uşaqlar. Mənə lazımdır sadə vuruqlara ayırmaq. Burada 12 ilə 36 mürəkkəb olduğu üçün mən onları vuruqlara ayırmağa məcbur idim. İndi sadə vuruq sayını tapmaq üçün demişdim də, bayaqları qayıdıram əvvələ. Hamısı, sayın hamısını geçsin. 1 dənə, 2 dənə, 3, 4, 5, 6, 7 və 8 dənə. Deməli, sadə vuruq sayı 8 olacaq. Bu belə. Keçək misal nömrə 2-yə. Deyir ki, sualda n bərabərdir 15-in kvadratı üstə gəlinsin 35-in kvadratı. Deyir, bu ədədin sadə vuruqlarının sayını tapın. Yenə deyir, eyni şeydir. Bəs bunu nətər tapaq? Yenə də kvadratların cəmin tapmaq da olar, amma çox uzun gedər də uşaqlar. Ona görə ən qısa yoldan istifadə eləməlisiniz. Hətta bu sual topluluqda da bu tipli suallardan qarşılaşırsınız. Neyiniyəyin? Yazağın 15-in kvadratı üstə gəlsin 35-in kvadratı bərabərdir. Biz 15-i nə ilə əvəz eləyə bilərik də? Sadə vuruq kimi, ha. 15 nə deməkdir? 3 vuraq 5. Amma 15-nin 2-dən olduğu üçün yenə 3 vuraq 5 yazıram. Üstə gəlinsin. 35 hansı sadə vuruqların hasilidir? 5 vuraq 7, bir də 5 vuraq 7. 2-dən olduğu üçün yazdım, ha. İndi gəlin ortaq vuruq çıxardaq. Nəyi çıxardırıq? Toplama bizə sərhəddir. Sərhəddən əvvəl nə var? 5 ilə 5 var. Sərhəddən sonra yenə 5 ilə 5 var. Onları çıxardağın çölə. 5 vurağın 5. Mötərizdə nə qalır? 3 ilə 3. Ortada toplama. Vuraq 7. Vuraq 7. Bərabərdir. 5 vuraq 5 elə qalsın. Hesablamayın, ha. Vurğusun. Mötərizəni hesablayın amma. Bunun cavabı neçə eləyir? Bunun da cavabı eləyir 9 üstə gəl 49, 58. Hə, indi kimsə götürüb deyəcək ki, 3 dənə sadə vuruğu var. Yox, bu qədər gəlmişsiniz, burada səhv eləməyin də. Axı sizə sadə vuruq deyir. Sadə vuruq olması üçün burada 58 də sadə olmalıdır. 58 bəyəm sadədir? Yox, mürəkkəbdir. Ona görə biz bunu sadə vuruqlara ayırırıq. Yəni 5 vuraq 5-i köçürdürük. 58-in əvəzinə 2 vurağın 29 yazaq. Çünki 2 ilə 29 da sadə vuruqdur. Onların hasili kimi göstərə bilərəm. Deməli, mənim 1, 2, 3, 4 dənə sadə vuruğum var. Qabağından yazdım. Sonra keçəyin nəyə? Qarşılıqlı sadə ədədlərə. Qarşılıqlı sadə ədədlər nədir? Heç bir ortaq böləni olmayan ədədlərə qarşılıqlı sadə ədədlər deyirik. Məsələn, qeyd eləyəyin. 12, biri də olsun 25. Və qarşılıqlı sadə ədədlər ikisi də sadə olmaq məcburiyyətində deyil. Baxın, 12 ilə 25 mürəkkəbdir. Amma birlikdə baxsaq bunlara, qarşılıqlı sadədir. Ayrı-ayrı mürəkkəbdir. Amma birlikdə qarşılıqlı sadədir. Yəni, düşünməyin ki, qarşılıqlı sadə ədədlər mütləq sadə olmalıdır. Onun tərkibindəkilər xeyr, mürəkkəb də ola bilər. Gəlin 12-nin vuruqlarını yazaq. 2 vuraq 2, vuraq 3. 5-in vuruqları da 5 vur 5-dir. Qarşılıqlı sadə olması üçün ortaq vuruq olmamalıdır. Həqiqətən də yoxdur da. Bax, bunun içərisində 2, 2, 3, o birisində heç yoxdur. Ona görə bunu qarşılıqlı sadə sayırıq. 12 və 25 olur qarşılıqlı sadə. Sonra, burada gəlir nə? Gəlir qeyd. A-dan kiçik. Baxın, bu düstur çox vacibdir. Topluluqda da düşüb. Deyəsəm, 1-2 sual olmalıdır bu haqda. A-dan kiçik. Qarşılıqlı. A-dan kiçik. A ilə qarşılıqlı. Sadə olan ədədlərin sayını tapmaq. Ədədlərin sayının tapılması. Məsələn, bizə bir ədəd versin. Tutalım neçə versin. Olsun 18. Siz 18-dən kiçik, 18 ilə qarşılıqlı sadə olan ədədləri tapa bilərsiniz. Sayarsınız da uşaqlar.
Məsələn, gəlin burada sayağın. 1, 2 olmaz. Çünki 18 ilə 2 bölünür bir-birinə. Sonra 3 olmaz, 4 olmaz. Ortaq vuruq var. Sonra 5 olar. 18 ilə 5-in heç nə ortağı yoxdur. 6 olmaz, 7 olar, 8 olmaz, 9 da, 11 olar, 13 olar, bir də 17 olar. Bitdi. Bir də yadınızda saxlayın. 1 ədədi. İstənilən ədədlərlə qarşılığı sadədir. Məsələn, 1 ilə 17 də qarşılığı sadədir. 1 və 1000 də qarşılığı sadədir. Bunu da yadınızda saxlayın. Belə saya bilərsiniz. Neçdən oldu? 3, 6 dənə deməli qarşılıq sadə ədəd var. Amma sizə böyük bir ədəd versə, tam desə 1500. Nətər eləyəsiniz? Bu boyda ədədləri götürüb sayasınız? Yox. Onun üçün bir dənə düstur var. Düstur nə deyir? Deyir ki, həmən ədədi A ilə işarə edin. Məsələn, mən 18-ə 1 A dedim. A vurulsun. 1 çıxılsın 1 böl 18-in hər hansı bir vuruğu. Müxtəlif sayda vuruğundan söhbət gedir ha. 1 çıxılsın o biri bir vuruğu. 1 çıxılsın 1 böl o biri bir vuruğu. Belə gedir. İndi nə qədər müxtəlif sayda vuruq varsa, o qədər hərf olacaq burada. A, B, C, D də ola bilər hətta. Gəlin hesablayaq. Deməli, 18-in vuruqlarını tapağın. 2 vuraq, 2 vuraq, 3 vuraq, 3. Elədim 18. İndi yazağın. 18 vurulsun. 1 çıxılsın. Müxtəlif sayda vuruğundan biri 2-dir. Yəni 1 böl 2 vurulsun. 1 çıxılsın 1 böl 3. Daha önce o biri 3'e ehtiyac yoxdur. Müxtəlifləri götürürük. 3-dən birini götürdük, bəsdir. Yəni 18 vurulsun. 1-dən 2-də 1 çıxanda 2-də 1 vurulsun. 1-dən 3-də 1 çıxanda 3-də 2. Deməli, nə var burada? 18 ilə 2 vur 3 getdi. Nə qaldı yuxarıda? 3. 3 vur 2 cavab elədi 6. Həqiqətən biz də 6 dənə saymışdıq. Cavabımız da 6 çıxdı. Ha düsturla, ha saymaqla. Amma halbuki düstur daha rahatdır. Böyük ədədlərdə. Kiçik ədədlərdə təbii ki, sayada bilərsiniz. O problem deyil. Sonra keçirik nəyə? Əbob və əkob mövzusuna. Gəlin birinci başlayaq əbob mövzusundan. Əbob mövzusunda əsas mahiyyət nədir? Bu cümlənin açılışıdır mahiyyət. Nə deyir? Belə deyim də uşaqlar sizə. Bu cümlənin baş hərflərindən götürülüb də ən, böyük, ortaq, bölən. Baxın, bu bölən sözü çox önəmlidir. Bunu mütləq əbobda bölən deməlisiniz. Baş hərfləri nədir? Ə, B, O, Bu. Bax, bundan götürülübdür. Olub əbob. Əbobun tapılma mexanizmi nədir? Tapılma mexanizmi. Addım-addım getməlisiniz. Bu addımları qarışdırmırsınız. Birincisi, ədədlər sadə vuruqlara ayrılmalıdır. Yəni, bunu ayırmadan başlaya bilməzsiniz əbobu tapmağa. İkincisi, hər iki ədəddə olan ortaq vuruqların, ortaq vuruq, hasilini tapasınız. Hasili tapılacaq. Əgər gördünüzsə ortaq vuruq yoxdursa, onda əboblar 1 olacaq. Onun haqqında da danışacaq. O da bir xəstə olacaq əslində. İndi gəlin 2 dənə ədəd götürək. Tutalım olsun nə? Əbob 36 ilə 48 bərabərdir. 36-nın vuruqlarını burada yazaq. 2-yə böləndə 18, 2-yə böləndə 9, 3-ün 3-ə 1. Həmçinin 48-in vuruqlarını da yazaq. 2, 24, 2, 12, 2, 6, 3-ün də 3-ə 1 dəfə. Bizə nə lazımdır? Əbob lazımdır. Əbob nə deyirdi? Ortaq olsun. Yəni, səndə də olsun, məndə də olsun. Bax, ikimizdə də var. 36-da da var, 48-də də. 36-da yenə bu 2 var, yenə də var. Bu 3 var, burada da bu 3 var. Uşaqlar bəzən nədə çaşırlar? Elə bilirlər hamısını bir-birinə vurmalısınız. Bir dənə sıranı götürsünüz, bəsdir uşaqlar. Məsələn, mən 48-in sırasındakiləri götürürəm, ortaqları. Yəni, 2 mavilədiklərim. 2 vur 2, vur 3. O deyir 12. Deməli, əbob 12-dir. Daha götürüb təzdən buradakına da vurmayın. Ha, o səhvdir. Bu əbobun tapılma mexanizmidir. Sonra keçəyin əkoba. Əkobun da açılışı ən kiçik, ortaq bölünəndir. Bunun da yenə baş hərflərindən götürülüb, olub nə? Əkob. Əkobun tapılma mexanizmi necədir? Eyni qaydada nə edirsiniz? Birincisi, sadə vuruqlara ayırırsınız ədədi. İkinci addımda nə edirsiniz?
Birinci ədədi yazırsınız. Bu ədəd böyük də ola bilər, kiçik də ola bilər, fərqi yoxdur. Həmin ədəddə olmayanları isə hasil kimi ona vurursunuz. Yəni maqnit kimi də əslində çox hasil kimi vuracaqsınız. Gəlin başlayaq, bir dənə götürək. Olsun nə? Əkob 50 ilə 80 bərabərdir. 50-nin vuruqlarını deyəyin. 2, 25, 5, 5, bir dəfə. 80, eyni qaydada 20, 22, 10 da bir dəfə. Nə dedim? Dedim ki, böyüyü götürün. Kiçiyi də götürə bilərsiniz. Heç fərqi yoxdur. Yəni, cavab eyni olacaq onsuz. 80 vurağın. Nəyi yoxdur 80-in? Bax, 80-in ikisi var. Maqnitli də olmayanı istəyir, olanı istəmir. Bu 5-i də var. Amma bu biri 5-i yoxdur. Ona görə olmayanı vurursunuz. Yəni, 80 vur 5, 400. Bu əkobun da cavabı olacaq 400. Sonra davam eləyək. Burada 2 dənə xassəmiz var. Xassə 1. Xassələri yazaq birinci. Birinci xassəmiz nədir uşaqlar? Xassə deyir ki, əgər dənə ədəd götürürəm. Bir ədəd digərinə bölünürsə, fikir verin, 12 6-ya bölünür. Belə yazağın, 12 bölünsün 6 bölünür. O zaman əbub böləndir. Açılışda bölən var axı uşaqlar, əbub bölənə bərabərdir. Bölən də hamı bilir 6-dır da. Əkob isə açılışdakı sözə görə olur bölünən, yəni 12. Xassə 2. Qarşılıqlı sadə ədədlərin əbubu, yəni əbub AB. AB qarşılığı hər hansısa bir sadə ədəd olsun. Tutalım 5-7 olsun. Onların əbubu olacaq 1. Əkobları isə olacaq onların hasili. Yəni A vurağın B olacaq. Sonra burada düsturlarımız var idi ki, 4 düsturdur və çox vacibdir. Hər birisini yaxşıca əzbərləyin. Təbii ki, tətbiq eləmədə də yaxşı olmaq lazımdır bu düsturlarda. Birinci düsturumuz. Əkob AB bölünsün əbub AB bərabərdir C-dir. Bu düsturda C-nin mənası nədir? Ortaq olmayan sadə vuruq hasilidir. Bunu necə tapırıq? Gəlin bir nümunə üzərində sizə öyrədim. Məsələn, deyir ki, kəsr xətti ilə də yaza bilərsiniz uşaqlar. Çünki bölmə zaten kəsr xəttidir, eyni şeydir. Əkob tutalım olsun. 12 ilə neçə olsun? 12 olmasın. 36 olsun. Biri də 48 olsun. Bayaq götürdüklərimiz. Eyni qaydada əbub 36, 48 bərabərdir. Siz belə də eləyə bilərsiniz. Əkobun cavabını taparsınız, bölərsiniz əbubun cavabını. O da düzgündür. Amma C-ni tapmaq daha bir qısa yoldur. Necə tapırsınız C-ni? C-ni tapmaq üçün mən qayıdıram həmən suala əkob 36, 48-ə. Baxın. C-ni tapmaq üçün burada C-ni necə tapırıq? Hətta mən burada qeyd edeyim. Birdən qarışdırarsınız. 36-nın vuruqları nələrdir? 2 vur 2, vur 3, vur 3. 48-in vuruqları 2 vur 2, vur 3, vur 2, vur 2. Belə oldu da. 4 dənə 2, bir dənə 3. Hə, düzdür. C-dir. C-ni tapmaq lazımdır. Çünki bölürsünüzsə C-ni tapmalısınız. Vuruqları ayırdıq, ədədləri 36-da ayırdıq, 48-də ayırdıq. C nədir? Ortaq olmayan. Bax, bu 2 burada da var. Yəni 36-da var, 48-də də var. Həmçinin bu 2-də, ikisində də var. Bu 3, ikisində də var. Amma görürsünüz, xətləmədiklərim yoxdur bir-birində. Yəni bunlarda da. Onların hasilini tapırsınız. Yəni 3 vurağın, 2 vurağın 2. O da eləyəcək 12. Yəni sizin C 12-dir. Və yaxud əkobun cavabını taparsınız, əbubun cavabını bölərsiniz. O da eyni şeydir. Yəni bu da səhv deyil. Burada keçəyən uşaqlar ikinci düstura. İkinci düsturumuz vurma ilə bağlı idi. Yəni əkob AB vurulsun əbub AB bərabərdir A vuraq B. Yəni mötərizə daxilindəki ədədləri bir-birinə vursaz, əslində siz əkobun əbuba vurulmağının cavabını alarsınız. Baxın, A ilə B-nin hasili. Tutalım sizə desə, əkob 12 ilə 11 vuraq əbub 12 ilə 11 bərabərdir.
Neyinirsiniz? Mötərizədəki ədədlərin hasilini tapırsınız. Yəni 12 mötərizində var, bir də var 11. Bunların da hasil eləyəcək 132. Üçüncü düsturumuz. Üçüncü düsturumuz əbobun tapılmasıdır. Əbobun kvadratı AB bərabərdir AB böl C. Bu düsturda əslində köklə bağlı düstur var. Məsələn, əbobun özünü tapmaq üçün isə kök altda olacaq AB böl C. Amma kök düsturu kimi öyrətmirəm. Çünki kvadratı bilsəz, zaten hansı ədədin kvadratıdır, onu tapa biləcəksiniz. Dördüncüsü. Burada da əkobun kvadrat düsturudur. Əkobun kvadratı AB bərabər olacaq. A vuraq B vuraq C. Eyni qaydada əkobun özünü tapmaq üçün isə hansı ədədin kvadratı bu eləyər. Belə düşünəcəksiniz və oradan əkobun özünü tapmış olacaqsınız. Tutalım, məsələn, olsun nə? Əbobun kvadratı AB-ni tapsaz 100. Hansı ədədin kvadratı 100 olmuş olacaq? 10'un. Yəni əbobun özü olacaq 10. Yəni əbobun özü vermir ha bu 100'ü. Kvadratı 100'ünü verir. Belə düşünün. Sonra gəlin burada bəzi misalları qeyd eləyək. Misal nömrə 1. Burada bizə deyir ki, n böl 15, n böl 12, n böl 8 ifadələri hətta natural ədədlər olarsa n'in ən kiçik qiymətini tapın. Yadınızda saxlayın. Necə eləməlisiniz bu suallarda? Əgər hərf yuxarıdadırsa, o zaman əkob tapılır. Əgər aşağıdadırsa, əbob tapılır. Və yaxud da surətdədirsə əkob, məxrəcdədirsə əbob tapılır. Bunu məsələləri də tətbiq eləyə bilərsiniz. İstənilən məsələdə bu üsuldan istifadə edə bilərsiniz. Amma cümlənin şərtini düzgün oxumalısınız. Əgər düzgün oxusanız, bu ifadəni siz də belə qura biləcəksiniz. Yazağın onda. Deməli, yuxarıdadır, o zaman əkob tapılır. Əkob 15, 12 və 8. Bu da eləyir. 15'in vuruqlarını yazağın 3 ilə 5. 12'də 2, 2, 3. 8'in vuruqları isə 3 dənə 2'dir. Əkob deyir ki, böyüyü götür, yəni 12'ni və yaxud da 15'i. Böyük kiçik fərq yoxdur, mən 12'ni götürdüm. Vuracaqsınız 12'də olmayana. 12'nin nəyi yoxdur? 3'ü var, istəmir. Baxın, 5'i yoxdur. Bu 2 ilə bu ikisi də var. Amma bir dənə ikisi yoxdur. Olacaq 12 vurun 120. Sonra gəlir misal nömrə 2. Nə deyir? Deyir ki, əkob 3x 4x bərabərdir 48 olarsa, əbob 2x 5x'i tapın. Yadınızda saxlayın uşaqlar. Ortaq vuruğun mötərizə xaricinə çıxarılması təkcə ədədlərə uyğun deyil. Həmçinin əkob əbob mövzusunda da biz bu qaydadan istifadə edirik. Gəlin, baxın, birincisində ortaq vuruq çıxardaq. Hamı görür ki, 3x-da da, 4x-da da x var. O zaman nə qalır içəridə? Əkob x-i çıxdısa 3 qalar, bu birisində də 4 qalar. Bərabərdir 48. X qalsın kənarda. 3 ilə 4-ün əkobu qarşılıqlı sadədir, hasilləridir. Yəni 12. 48. Buradan da alınır ki, x bərabərdir 48. 12'ye bölsəm 4 dəfə düşər. X 4'dür. Sonra gələyim buradan əbobu tapağın. Eyni qaydada əbobdan da ortaq vuruq çıxardaq. X çıxdı. Nə qaldı? Əbob 2 ilə 5 bərabərdir. X qalsın kənarda. 2 ilə 5 qarşılığı sadədir. Əbob eləyəcək 1. Yəni x vurağın 1. X-i də bayaq nə tapmışdıq? 4 tapmışdıq da. 4 vuraq 1 eləyir cavab 4. Gəlin keçək misal nömrə 3-ə. Uşaqlar nəyi qarışdırır? Məsələn, sualın şərtini oxuyur, amma o sualda əbob mu tətbiq eləsin, yoxsa əkob mu bilmir. Onu necə ayırd edirik? Birinci sualı köçürdəyin. Yarış keçirilir uşaqlar. Deyir, yarış iştirakçılarına həm 5-5, həm də 7-7 olaraq komandalara ayırmaq olar. Komandalara bölmək olur. Deyir, əgər iştirakçıların sayı 60 ilə 100 arasında olduğu məlumdursa, iştirakçıların sayı 600 və daha doğrusu 600 yox, 60 və 100.
60 və 100 arasında olduğu məlumdursa, yarışda neçə nəfər iştirakçı var? Yəni iştirakçıların sayı bərabərdir sual işarəsi. Mən qısa-qısa yazdım təbii ki. Siz amma uzun-uzadı yaza bilərsiniz öz qeyd dəftərinizə. Necə hesablayırıq? Deməli, iştirakçıların sayına fokuslanırıq. Deyir, iştirakçıların sayı həm 5-5, həm də 7-7 bölünür. Yəni, o ədəd bir mən A hərfi ilə işarə edirəm. A-nı həm 5-ə bölə bilirəm. A-nı həm 7-yə bölə bilirəm. Gördünüz, hərf yuxarıdadır. Hərf yuxarıda olduğu üçün nə tapılır? Əkob tapılır. Yəni, 5 ilə 7-nin əkobu. Bu deyiləcək 35. Çünki qarşılıqlı sadə ədədlərdir. Hasilini tapdım. Əgər olmasaydı, təbii ki, vuruqlara ayırıb elə tapacaqdım əkobu. Amma sizə deyir, iştirakçıların sayı 60 ilə 100 arasındadır. Mənim cavabım isə 35-dir. Yəni, bu aralığa daxil deyil. O zaman misil tapırsınız. 35-in misillərini tapırsınız. Yəni ki, bu misil tapmaq söhbəti sadəcə olaraq əkoba aiddir. Yəni, əbubda misil tapmaq qəti düzgün bir şey deyil. Amma əkobda, çünki əkob ən kiçik halda 35-i verər. Yəni, ən böyük bilinmir hardadır. Ona görə biz nəyə tapırıq? 35-in misillərini. Yəni, 35-in bir misli özüdür. 2 misli 70-dir. 3 misli eləyir 105. Onsuz da mənə 105 lazım deyil. Çünki niyə? Zaten 70, 60 ilə 100 arasındadır da. Onda mən bunu götürərəm. Deməli, mənim iştirakçılarımın sayı olacaq 70 nəfər. Bir də qayıdıram suala. Dediyim kimi, uşaqlar, biz əvvəlcə gördük ki, A yuxarıdadır, o zaman əkobu tapdıq. Daha sonra isə mislini tapıq, biz bu aralığa daxil elədik həmin iştirakçıların sayını. Bu qədər. Deməli, uşaqlar, gələn səfər isə inşallah ya toplunun izahını verəcəm, natural ədədlər mövzusuna başlayacağım, ya da ki, yeni bir mövzu izahı ilə qarşınızda olacağım. Nə sözünüz, sualınız olarsa yorumlarda görüşərik. Özünüzə yaxşı baxın, sağlıqla qalın. Görüşənədək.